Salam, hər vaxtınız xeyir olsun. Bugün biokimyadan ikinci hissəyə, yəni maddələr mübadiləsi, energetik və plastik mübadilənin izahına baxacağıq. Yəqin ki, iki hissədə yükləyəcəm videonu, çünki uzundur, 200-ə yaxın sual var. Amma hər bir suala ayrı-ayrılıqda baxacağıq. Başlayaq birinci sualdan. Yunanca plastikos sözünün mənası nədir? Plastikos plastik mübadilənin bir hissəsidir. Yəni oradan götürülür bu söz. Yapmaq, düzəltmək deməkdir. Plastik mübadilədə sadə maddədən daha mürəkkəb maddələr yaranır. Bir də var energetik mübadilə, onda da mürəkkəb maddədən daha sadə maddələr yaranır. Arasında xemosintez edici orqanizmlər vardır. Xemosintez edici orqanizmlər bakteriyaların arasındadır. Deməli hidrogen, azot, dəmir, kükürt bakteriyalar var, hansı ki xemosintez edirlər. Orqanizmlərin əksəriyyəti üçün züalların biosintezində əsas mərhələlərin düzgün ardıcıllığı əvvəlcə transkripsiya prosesi baş verir. Züal haqqında ilkin məlumat köçürülür mRNA-yə. Sonra isə buna əsasən züal sintez olunur, transkripsiya və transilyasiya. Dördüncüyə baxaq. Amin tuşlarını kodlaşdırmayan DNT tripletlərini müəyyən edin. RNA desəydi UAA, UAG və UGA bunlar hansı ki stop kodlardır və belə deyək sintezin başa çatdığını göstərir və bunun komplementarı isə ATT, AST və ATS-dir. Xemosintezi kim kəşf etmişdir? Vinogradski cavab C variantıdır. Fotosintezin əlavə məhsulu və fotosintezin əsas məhsulu. Fotosintezin reaksiya tənliyində 6 mol karbon qazı 6 mol su ilə reaksiyaya girir. Glikoza və oksigen yaranır. Burada əsas məhsul glikozadır. Hansı ki bitkidə dəmçinin ehtiyat şəklində toplanılır, istifadə olunur. Oksigen isə əlavə məhsuldur. Cavab B variantıdır. Baxaq 8-ə. İşıq fazasında əmələ gələn maddələr bilirik ki, əvvəlcə işıq fazası olur, dalınca qaranlıq faza. İşıq fazada yaranır oksigen, ativ və atomar hidrogen. Deməli, su fotolizə uğrayır, oksigen yaranır. Bizdən soruşa bilər ki, fotosintez nəticəsində yaranan oksigen nədən ayrılır? Cavabımız olacaq su. Sonra bilirik ki, burada membranlar arasında potensiallar fərqi yaranır, böhran səviyyəsinə çatır, protonlar kanaldan keçir, yüksək enerji səviyyəsi yaranır, ADF və H3 birləşir, ATF yaranır. Həmçinin H müsbətlə mənfi elektron, elektron mənfi xaricə yüklənir, daxildə müsbət H olur. Bunlar birləşib hidrogen atomunu əmələ gətirirlər. Yəni cavab olur ATF, oksigen və hidrogen atomu. Fotosintezin işıq fotosintez qranları membranlarının müxtəlif tərəflərində toplanaraq potensiallar fərqi yaranır. Fotosintez prosesində daxili membranın xaricində mənfi yüklü elektronlar, daxilində isə müsbət yüklü hidrogen yerləşir. Yəni hidrogen və elektronlar. Baxın, bunu daxili membran kimi fikirləşsək, xarici tərəfində mənfi elektron olur, daxili tərəfində isə H müsbət olur. Növbəti mərhələdə bu bura keçir, birləşir və s. 10-cuya baxaq. Fotosintezin qaranlıq fazasının tənliyi 6 mol karbon qazı, 24 hidrogen yaranır, glikoza və su. Cavab C variantıdır. Yekun tənliyində isə karbon qazı su ilə birləşir, yenə glikoza və oksigen yaranır. Cavab D variantıdır. Deməli 12-yə baxaq. Bakteriyaların mineral birləşmələri oksidləşdirmək yolu ilə enerji əldə etməsi adlanır. Burada xemosintezdən söhbət gedir. Xemosintez edici bakteriyalar bunu həyata keçirirlər. 13-cü suala baxaq. 13 və 14 deyir. İşıq, su və nə iştirak edir ki, üzü maddə, yəni glikoza və oksigen yaranır. Bitki torpaqdan suyu, havadan CO kimi, yəni karbon qazını alır, işıq şüasının təsiri ilə fotosintez prosesi baş verir, üzvü maddə olaraq glikoza yaranır, həmçinin oksigen yaranır, yəni burada karbon qazı olmalı idi. Burada da üzvü maddə yaranır fotosintez nəticəsində və oksigen yaranır. Cavab Y variantı. Baxaq 15-ə. Genetik kodun hansı tripletləri polipeptid zəncirin sintezinin başa çatması? Stop kodlar UAA, UAG və UGA. 15-də B. 16. Transilyasiya prosesinin bilavasitə iştirakçıları. Transilyasiya prosesində RNT-nin bütün növləri iştirak edir bilavasitə. Cavab Y variantı, DNT isə yox. 17-yə baxaq. Nisbi molekul kütləsi 500 minə
500 minə çatan zolal təxminən neçə amin turşusundan əmələ gəlmişdir? Mən 500 mini burada 110-a böləcəm. Çünki biz bir amin turşusunun nisbi molekul kütləsini 110 götürürük. Birinci və sonuncu fərqli olmaqla təbii ki. 500 mini də deməli 110-a böləndə olur 4545 təxminən. 18-ci suala baxaq indi. Yarpaqların ümumi səthi 7 kvadrat metr olan bitki işıqlı günün 13 saatı müddətində neçə qram üzüm maddə sintez edir? Bu M bərabərdir, bu M'dir. M bərabərdir S vurulsun T düsturu ilə tapılır. Yəni bu fotosintezin məhsuldarlığı düsturudur. Ya deməli işıqlı gün ərzində deməli 1 metr kvadrat sahədə 1 saat ərzində 1 qram üzüm maddə belə düşünək. İndi bizə səthi verib 7, saatı verib 13. 7-ni mən 13-ə vuracağam. Cavab olacaq 91. Fotosintezin məhsuldarlığı bu sahəni bildirir, bu zamanı. Bu isə yaranan üzüm maddəni. Orqanizmdə 3,5 qram karbohidratın tam parçalanması zamanı ayrılan enerjinin hansı miqdarı düzgün verilmişdir? 3,5 qram karbohidrat, 1 qram karbohidrat parçalandıqda 17,6 kilojoule enerji ayrılır. İndi mən də burada deməli 3,5-i 17,6-ya vuraram. Cavab olar 61,6 kilojoule. Karbohidratın tam parçalanması zamanı bu qədər enerji ayrılmışdır. Parçalanan karbohidratın miqdarı nə qədərdir? 44-ü bölərəm 17,6-ya, cavab olar 2,5 qram. 21. 5 ribosomdan ibarət polisomda translasiya prosesi gedir. mRNA-nin neçə nukleotidi bu prosesdə iştirak edir? Hər ribosomda 2 dənə triplet olur. Bunlardan biri tanıyır, birində isə birləşir. Deməli, hərəsində 2 dənə triplet olacaq. Ümumilikdə 10 dənə triplet olacaq. Amma bizə nukleotid deyir axı. Hər tripletdə də 3 dənə nukleotid var, elə deyil. Onu vuracam 3-ə, cavab olacaq 30. 120 amin turşu qalığından ibarət olan zoal molekulunu kodlaşdırmaq üçün neçə nukleotid tələb olunur? Baxın, genetik kod, triplet, amin turşu qalığı, bunların hər birində nukleotid sayı 3 ədəddir. 120-ni vuraram 3-ə, cavab olar 360, cavab B variantı. Bizdən amin turşu qalığının sayını verib və zoal molekulunun uzunluğunu soruşur. Zoal molekulunun uzunluğu burada minimum dediyi üçün 0,35-ə vuracam. Maksimum desəydi 0,37-yə vurardım. 150 vurulsun 0,35. 52,5-ə bərabərdir. Neçə kvadrat metr yarpaq sahəsində 15 saat müddətində 300 qram üzüm maddə sintez olunur? Saat gördük, üzüm maddə gördük və ya yarpaq sahəsi gördük, saat gördük. Biz bilirik ki, bu bayaq yazdığım fotosintezin məhsuldarlığı M bərabərdir S vur T düsturudur. Burada da M var, M bərabərdir 300-ə, T də bərabərdir 15-ə. Məndən S-i soruşur. S-i tapanda M-i böləcəm T-yə. Yəni 300-ü böləcəm 15-ə, cavab olacaq 20, cavab A variantı. Glikoliz nəticəsində 180 qram glikozanın parçalanmasından ayrılan enerjinin nə qədəri ATF şəklində hüceyrədə saxlanılır? 180 qram glikoza, yəni 1 mol glikozanın parçalanması. 1 mol glikozanın parçalanmasından 200 kilojoule enerji ayrılır ki, bunun 120 kilojoule istilik şəklində, 80 kilojoule isə ATF şəklində hüceyrədə saxlanılır və bunu necə yadda saxlamaq olar? Reaksiya nəticəsində 2 ATF yaranır. 1 ATF yarandıqda 40 kilojoule enerji, 2 ATF olduğu üçün də 80 kilojoule enerji yaranacaq. Cavab A variantı. 26-da yağların oksidləşməsi zamanı 4,95 kiloqram su ayrılarsa neçə kiloqram yağ parçalanmışdır? 1 qram yağ parçalandıqda 1,1 qram su ayrılır. 1,1 qram su. İndi tənasib quracaq. X kiloqram yağda parçalandıqda 4,95 kiloqram su yaranar. İndi 4,95 bölünsün bu. Cavab olacaq deməli A variantı. 4,95-ə böləcəm 1,1-ə. Və burada da soruşur 3,7 kiloqram yağın oksidləşməsindən nə qədər su alınır? Bunu vuracam 1,1-ə. Burada yadımızda saxlamalıyıq ki, 1 qram yağ oksidləşdikdə 1,1 qram su alınır. Deməli, cavab da olur C variantı. İşləyən əzələ hüceyrəsində hansının miqdarı nisbətən az olur? ATF-in, çünki enerji sərf olunur əzələ işlədiyi üçün. 29-cu suala baxaq. Fotosintez nəticəsində
əmələ gəlmir. Fotosintez nəticəsində əmələ gəlir glikoza və oksigen. Cavabdan oksigeni glikozdan çıxıram. Cavab olur D. Fotosintez üçün bilavasitə istifadə olunmur. Oksigendən istifadə olunmur. Karbon qazından, sudan istifadə olunur. Həmçinin işıq enerjisindən. Cavab olur A variantı. Transkriptio sözünün latıncadan tərcüməsi. Transkriptio üzünün köçürülməsi deməkdir. Yəni zülalın ilkin quruluşu haqqında məlumat mRNT-yə köçürülür. Yəni buradan götürülüb adı. Bizdən translasiyanı da soruşa bilərdi. Translasiya isə ötürülmə deməkdir. İndi burada cavab olacaq D variantı. Glikozanın glikoliz mərhələsində parçalanması zamanı ayrılan enerjinin neçə faizi istilik enerjisi şəklində yayılır, neçə faizi ATF-in sintezinə sərf olunur? 200 kilojoule enerjinin 120-si istilik şəklində ayrılır, 80 kilojoule isə ATF, faizlə desək 60% istilik, 40% isə ATF şəklində. Cavab olacaq 60-40, yəni Y variantı. Eyni bir amin turşusunun daşınmasında minimum deyir. Neçə cür NRNT-si iştirak edər? Minimum deyirsə 1 götürəcəyik. Yəni bir amin turşusu 1 NRNT ilə daşınar. Cavab A variantı. 34-də baxaq, transkripsiya prosesində deməli DNT-də olan irsi məlumat əsasında mRNT sintez olunur. Cavab Y variantıdır. Translyasiya prosesində isə zülal molekulu sintez olunur və bu zaman deməli sintez olunan zülal molekulundakı amin turşu ardıcıllığı mRNT-dəki kimi uyğun olmalıdır. Yəni bir-birinə komplementar olmalıdır. Cavab C variantı. 36-cı sualda soruşur ki, plastik mübadiləyə aiddir. Plastik mübadilə energetik mübadilə. Plastik mübadilədə sadə maddələrdən mürəkkəb maddələr yaranır. Energetik mübadilədə isə əksinə. İndi baxaq plastik. Burada amin turşuları sadədir, monomerdir, zülal isə polimerdir. Cavab olacaq D variantı. Burada isə baxın polisaxariddir, nuklein turşularda, glikogenda bunların hamısı mürəkkəb maddələrdir. Amma amin turşuları sadədir, zülal mürəkkəbdir. DNT molekulunun bir zəncirində nukleotidlər bu ardıcıllıqla düzülmüşdür. Komplementarlıq prinsipinə əsasən onların qarşısında məlumat RNT-nin hansı nukleotidləri düzüləcəkdir? Baxaq bir dəqiqə variantlara. Deməli, DNT-ni verib bizə ona uyğun olaraq RNT-ni. Adenin qarşısında urasil, timinlərin qarşısında adenin, guanin, sitazin, urasil, guanin, sitazin və sitazin olacaq. Əsas bilməli olduğumuz adeninin qarşısında baxın timin yox, bura baxın timin verib. Variantlar hamısı, yəni buna komplementardır, amma timindir. Yəni RNT-də timin yoxdur. Ona görə cavab olacaq Y variantı. 38-ə baxsaq, fotosintez zamanı ATF sintetaza fermentinin kanalından hansı istiqamətdə və hansı hissəciklərin keçməsi baş verir? Bayaq dedik, daxili membranın xaricində mənfi yüklü elektronlar, daxilində isə müsbət yüklü hidrogen olur və deməli hidrogen daxili membranın, baxın bu daxili membranın xaricinə çıxır. Daxili membranın xaricinə çıxır. Cavab olur Y variantı. 39-a baxaq. Oksigenli parçalanma prosesində ATF sintetaza fermentinin kanalından hansı hissəciklər hansı istiqamətdə keçir? Oksigenli parçalanmada isə belə daxili membran olur. Deməli, xaricdə H müsbət olur. Daxildə isə oksigen mənfi olur və deməli bu daxili membranın daxilinə keçir. Baxın, oksigen daxildədir. Daxili membranın daxilinə keçir. Deməli, 40-a baxaq. Fotosintez prosesində atmosferə buraxılan oksigen ayrılır. Bayaq dedik, fotosintezin ilkin mərhələsində suyun fotolizi baş verir, orada yaranır. Cavab olur D variantı. 41-ə baxaq. Bakteriyalıq şəraitində bəzi bakteriyaların fəaliyyəti nəticəsində suyun üzərində sarı rəngli örtük əmələ gəlmişdir. Bu, kükürd bakteriyaları tərəfindən yaranır və kükürdün rəngi olur. Cavab olur A variantı. Baxaq 42-ci suala.
Fotosintez üçün hansı proseslər səciyyəvidir? Oksigenin udulmasıdır. Xeyr, fotosintezdə oksigen udulmur, buraxılır. Oksigenin ayrılması, üzü maddələrin parçalanması. Xeyr, fotosintez adından da göründüyü kimi glikoza yaranır, enerji yaranır. Üzü maddə parçalanmır burada, əksinə üzü maddə yaranır. Və burada da deyir karbon qazının ayrılması. Xeyr, karbon qazı udulur, ayrılmır. Üzü maddə sintez olunur və enerji təbii ki sintez olduğu üçün toplanır. Parçalanma olsaydı ayrılardı. Cavab olur B variantı. 43'ə baxaq. Zolaq zəncirinin transilyasiyası zamanı 50 molekul su əmələ gəlmişdir. Həmin zolaq neçə amin turşu qalığından ibarətdir? Transilyasiya prosesində amin turşularının sayından bir vahid əksik su yaranır. N çıx 1 bərabərdir 50, N bərabər olur 51-ə. Baxaq 44-cü suala. Deməli, mRNA-dəki nukleotidlərin ardıcıllığı, baxın bunlar neçə amin turşusuna uyğun gəlir? 1, 2, 3, 4, 5, 6, 7 dənə var. Diqqət eləyək görək stop kodu varmı? Bəli var. Baxın UAG. Deməli 1, 2, 3, 4, 5, 6 ədəd olacaq. Cavab D variantı. Əsas burada stop koda diqqət göstərməkdir. 6 mol süd turşusu tam oksidləşdikdə neçə mol ATF alındığını hesablayın. Baxın, süd turşusunun oksidləşməsi burada energetik mübadilənin oksigenli mərhələsindən söhbət gedir. Reaksiya tənliyində belədir. 2 mol süd turşusu oksidləşir və nəticədə ümumilikdə 36 mol ATF yaranır. İndi 6 mol dediyi üçün 6-da X yaranacaq. 2 vur 6'dır bu. 36'ını da 3'ə vuraram. Cavab olar 108. 45'də cavab B variantıdır. 46'ya baxaq. Bir deyir ki, bir tripletə 0,2 saniyə sürəti ilə hərəkət edir. 180 amin turşu qalığından ibarət zolaq molekulunun sintezi hüceyrədə nə qədər vaxt tələb edər? Bir amin turşusu ilə bir triplet deməkdir. Yəni bir amin turşusuna 0,2 saniyə vaxt sərf eləyəcək. 180 vurulsun 0,2 cavab olur 36 saniyə. Yəni Y variantı. 63 qram glikozanın natamam parçalanmasından nə qədər enerji ayrılar? Natamam oksigensiz mərhələdə 1 mol glikoza reaksiyaya daxil olur. Yəni 180 qram alınır. Bunun parçalanmasından 200 kilojoule enerji. 63 qramda isə X olacaq. 63'də X. Deməli, tənasübü qırsaq cavab olacaq, qısa deyək, vaxt aparmayaq, cavab olacaq 70 kilojoule, yəni B variantı. 45 amin turşusu qalığından ibarət olan zülalın sintezini kodlaşdıran genin kodlaşdıran hissəsində neçə nukleotid vardır və nisbi molekul kütləsi nə qədərdir? Bir amin turşusunda 3 nukleotid var, 45'i vuracam 3'ə. Zülalın kütləsini dediyi üçün də 45'i vuracam 110'a. Yəni cavab olacaq 135 və 4950. Bir amin turşusunun kütləsini 110 olaraq hesablayacağıq. Glikoliz prosesində 2520 qram ATF sintez olunması üçün neçə qram glikoza parçalanmalıdır? 180 qram glikoza parçalandıqda, yəni 1 mol, 2 mol ATF sintez olunur. Qramla desək 2 vurulsun 504 qram ATF yaranır. Bəs X qram glikoza parçalandıqda deməli 2520 qram ATF yaranar. Tənasübü həll eləsək, bir dəqiqə yazaq belə. Tənasübü həll eləsək cavab olacaq 450. 49'da cavab Y variantıdır. İndi baxaq 50-ci suala. Yenə deyir glikoliz prosesində deməli glikoliz prosesində 5544 qram ATF sintez olunması üçün neçə qram glikoza parçalanmalıdır? Yenə yazacağıq 180 qram glikoza parçalandıqda 2 vur 504, yəni 1008 qram. Deməli qram ATF sintez olunur. X qram parçalandıqda 5544. 5544 yaza bilmədim. Deməli cavab olacaq B variantı. Yaxşısı budur, mətn şəklində yazaq. Bundan sonra bir qədər məsələ olacaq. Gəldik 51-ci suala. Deyir ki, 45 qram glikozanın natamam parçalanmasından nə qədər enerji ayrılar? Tənasübü belə quracağıq. 180 qram parçalandıqda 200 kilojoule enerji ayrılar. 45 qramda X biraz dondu bura. Bir dəqiqə.
180 qram parçalandıqda 200 kilojoule enerji yaranır. 45 qramda X. Buradan X-i tapsaq 180 ilə 45-i 4-ə ixtisar apararıq. 200-ü də 4-ə bölərəm, cavab olar 50, yəni D variantı. 51-ci sualda cavab D variantıdır. Baxaq 52-ci suala. 4 mol ATF turşusunun 4 mol ADF turşusuna çevrilməsi zamanı enerjinin miqdarını soruşur. 1 mol ATF 1 mol ADF-ə çevrildikdə 40 kilojoule enerji ayrılır. 4 molda çevrildikdə 4 vur 40, yəni 160 kilojoule enerji ayrılacaq. 53-cü sualda da fotosintezin məhsuldarlığını soruşur. Yenə N bərabərdir S vur T düsturu ilə. T 3,5 saata bərabərdir. S də 1-dir. 3,5 vurulsun 1 bərabərdir 3,5 qrama. 54-ə baxaq. 54. DNT-də triplet ardıcıllığını verib, mRNT buna komplementar olaraq adenin qarşısında uracil, U, SG, U, deməli T-nin qarşısında A-lar olacaq. S burada da A olacaq. Yəni uyğun gələn cavab B variantıdır. 55-ci sualda tənəffüs üçün istifadə olunan oksigen fotosintez nəticəsində yaranır. Fotosintezin işıq mərhələsində suyun fotolizi nəticəsində yaranır. Əgər bir zülal molekulu 25 saniyəyə sintez olunarsa, həmin zülal neçə amin turşusu qalığından ibarət olar? Deməli, bir amin turşusunun birləşməsinə 0,2 saniyə sərf olunursa, belə quraq, yazaq. Bir amin turşusuna 0,2 saniyə sərf olunursa, X qədərinə 25 saniyə sərf olunar. Mən buradan da X-i tapmaq üçün 25-i bölərəm 0,2-yə. 25 bölü 0,2 olur 125. 56-da olur cavab B variantı. 56-da B. 57-yə də baxaq. 12 mol hidrogen kationu mitoxondriya membranında ATF sintetaza kanalından keçərkən nə qədər enerji ayrılar və neçə mol ATF əmələ gələr? Burada oksigenli mərhələdən söhbət gedir uşaqlar və reaksiya tənliyinə diqqət eləsək 24 mol hidrogen kationu keçdikdə 2600 kilojoule enerji yaranır. Yadınızda saxlamalı olduğunuz rəqəm 24-dür. Yəni normalda 2 mol süd turşusu parçalanır həmin o oksigenli mərhələnin düsturunda. Orada 24 mol hidrogen kationu keçir. Deməli 24 mol keçəndə 2600 kilojoule enerji yaranır və 36 molda ATF yaranır. Elə deyil. İndi bizə deyir 12 mol hidrogen kationu keçib. Yəni bunun yarısı qədər, enerji də yarısı qədər olacaq, ATF də yarısı qədər. Yəni 1300 və 18 cavab olur Y variantı. 58-ci sualda deyilir ki, oksigenli parçalanma zamanı 5 mol glikozadan alınan ATF molekulları neçə mol glikozanın oksigensiz parçalanması, yəni glipoliz nəticəsində alına bilər. Biz əvvəlcə oksigenli mərhələ üçün tənliyi yazacağıq ki, deməli 1 mol ATF-dən, 1 mol glikozadan 36 mol ATF yaranır. 5 mol glikozadan X. X-i mən burada bərabər tapacağım 180-ə, yəni 180 mol ATF yaranar. Neçə mol glikozanın oksigensiz parçalanması nəticəsində yaranar? 1 mol glikoza oksigensiz parçalandıqca 2 mol ATF yaranır. X mol glikoza parçalandıqda 180, mən buradan X-i tapacağım 90. Deməli 90 mol glikoza oksigensiz parçalanmalıdır ki, 5 mol glikozanın deməli oksigenli parçalanması nəticəsində alınan qədər ATF yaransın. Yəni 58-də cavab olur Y variantı. 58-də Y. 59-a baxaq. Neçə qram glikozanın tam parçalanmasından 4200 kilojoule enerji ayrıla bilər? Yenə tənasüb quracağıq burada. 180 qram glikoza parçalandıqda, yəni 1 mol glikoza tam parçalandıqda, tam parçalanmanın tənliyinə baxırıq burada. 180 qram glikoza tam parçalandıqda 2800 kilojoule enerji ayrılır. 200 kilojoule oksigensizdən, 2600 kilojoule oksigenli mərhələdən. Yəni X qram glikoza da parçalandıqda 4200 kilojoule enerji ayrılar. Tənasübə görə 180-i vururam, 4200-ə bölürəm 2800-ə. Deməli, cavabı da tapıram. A variantı 270 qram. 60-a baxsaq, energetik mübadilənin oksigenli parçalanma mərhələsində 90 qram süd turşusu parçalanarsa, neçə mol su və neçə kilojoule enerji ayrılar? Oksigenli mərhələdə deməli 2 mol süd turşusu parçalanır. Bu deyilir 180 qram. 180 qram parçalandıqda neçə mol su alınar deyir. Deməli, oksigenli mərhələdə 42 mol su alınır.
enerji deyil, 2600 kilojolda enerji ayrılır. 180 qram süd turşusu parçalanır, 42 mol su, 2600 kilojol enerji yaranır. Demək, burada 90 qram süd turşusu deyərsə, yarısı qədər olacaq. 42-nin də yarısı, 2600-ün də yarısı, 1300 cavab olacaq C variantı. 61-ə baxsaq, energetik mübadilənin oksigenli parçalanma mərhələsində 67,2 litr oksigen sərf olunmuşdur. Neçə mol ATF sintez olunar? 6 vurulsun 22,4 litr oksigen sərf olunduqda, yəni oksigenli parçalanmada 6 mol oksigen reaksiyaya girir. Nəticədə 36 mol ATF yaranır. 36 mol ATF. İndi bizə deyir ki, 67,2 litr sərf olunub. Demək, burada X yazmayayım qarışmasın, nə qədər ATF yaranır. Tənasübə görə 67,2-ni vururam 36-ya bölürəm, 6 vurulsun 22,4-ə, cavabı da tapıram 18. 62-ci sualda isə glikozanın oksigenli parçalanması zamanı ATF sintez fermentinin kanalından 6 hidrogen katyonu keçərkən neçə mol ATF sintez olunar? Normalda 24 hidrogen katyonu keçir və nəticədə 36 molekul ATF sintez olunur. 6 hidrogen katyonunda da X olacaq. Yəni bu 4-ə bölünmə deməkdir. 24 böl 4 6-dırsa 36 böl 4-də olacaq 9. 62-də olacaq B variantı. Baxaq 63-cü suala. Yenə həmin tənliklə əlaqəlidir. 1 mol hidrogen katyonu keçərkən nə qədər enerji ayrılar deyir. Gəlin tənasibi quraq. Normalda dedik 24 hidrogen katyonu keçir və 2600 kilojol enerji ayrılır. İndi 1 mol keçdikdə X. Mən buradan X-i tapmaq üçün 2600-ü bölürəm 24-ə və cavabı təqribi olaraq 108 tapıram. Cavab olur A variantı. 64-də baxaq. Bitki fotosintez zamanı 66 qram karbon qazı udmuşdur. Neçə litr oksigen buraxmışdır? Deməli, fotosintezin reaksiya tənliyində 6 mol karbon qazı reaksiyaya daxil olur, 6 mol oksigen də yaranır. Qramla desək, 6 vurulsun 44 qram, yəni karbon qazının kütləsini deyirəm, 6 vur 44 reaksiyaya daxil olur. Deməli, 6 vurulsun 22,4 litr, ikinci hissədə litrlə deyir, 6 vur 22,4 litr oksigen yaranır. İndi 66 qram karbon qazı udulub reaksiyaya daxil olsa, nə qədər oksigen buraxırlar. Deməli, tənliyə əsasında buradan tapa bilərəm. Necə olacaq? 6 vur 44, 6 vur 20, 66 vur 6 vur 22,4 bölünsün 6 vur 44 də fikrim getdi bir anlıq. Cavab olacaq 33,6. B variantı 64-də B. 65-ə baxaq. 32 litr CO2 udulub burada da. Neçə litr oksigen qazı ayrılar? 6 vur 22,4 litr udulduqda 6 vur 22,4 litrdə ilə oksigen ayrılır. İndi 32 litr udulubsa nə qədər ayrılar? 32, yenə bunlar ixtisara getdiyi üçün, eyni olduğu üçün. Elə 32 litr udulubsa 32 litrdə oksigen qazı ayrılacaq. Əslində burada hesablanmalı bir şey yox olmuş. Cavab Y variantı. İndi baxaq 66-ya. 100 qram zalın orqanizmdə tam parçalanmasından alınan enerjinin hamısı ATF-in sintezinə sərf olunarsa, bu zaman neçə mol ATF əmələ gələr? Mən bunu tapmaq üçün əvvəlcə yazacağım ki, 100 qramdan 100 vur 17,6 qədər enerji yaranır. Bu olacaq 1760. Sonra da 1760-ı böləcəm 40-a. Nəyə görə? Çünki bir ATF sintezində 40 kilojol enerji sərf olunur. Cavab da olacaq 44. 1760-ı 40-a böləndə cavab olur 44. Yəni D variantı. 67-yə baxaq. Qlikoliz zamanı tərkibində 8 mol adenin azotlu əsas olan ATF molekulu əmələ gəlmişdir. Yəni demək istəyir ki, 8 mol ATF yaranıb. Bu zaman ayrılan enerjinin nə qədəri istilik şəklində ayrılır. 2 mol qlikoliz tənliyinə baxsaq, 2 mol ATF yarandıqda 120 kilojol istilik enerjisi ayrılır. Əgər 8 ATF yaranıbsa nə qədər? Deməli, istilik enerjisi ayrılar, vurulsun 4 olacaq, yəni cavab olur 480. Yəni A variantı 67-də A. 68-ə baxaq. (68) və 69 demək olar ki, eynidir. 68-də bizə sahəni verib, işıqlandırma vaxtını verib və
sintez olunan nişastanın miqdarını soruşur. Bu n bərabərdir S vur T düsturudur. Mən sahəni zamana vuracağım. Birincidən tapacağım ki 10 qram üzvü maddə yaranıb. Burada 1,5-i 8-ə vuracağım. Tapacağım ki 12 qram üzvü maddə yaranıb. Üçüncüdə tapacağım ki 14 qram üzvü maddə yaranıb. Dördüncüdə 10 qram, 5-cidə isə 6 qram üzvü maddə yaranıb. N bərabərdir S vur T, sahə vurulsun zaman düsturundan tapıram, təkrar edirəm. İndi bizdən soruşur ki, daha çox 10, 12, 14, 10, 16, demək ən çox 3-cüdədir 14. 69-da isə zaman və qlikozanı verib sahəni soruşur. Deməli, mən qlikozanın, yəni üzvü maddənin miqdarını zamana böləcəm. 8 bölünsün 8, 1, 15 bölünsün 15 bölünsün 6, 14 bölünsün 4, 9 bölünsün 3, 4 bölünsün 2 şəklində. Deməli 2, 3, 14-ü 4-ə böldükdə 3,5, 3,5, 15-i də 6-ya böldükdə 2,5. Bizdən soruşur ki, hansının sahəsi daha böyükdür? Ən çox baxın 3,5 yenə 3-cüdə cavab olur B variantı. 1080 qram süd turşusunun parçalanmasından neçə mol ATF sintez olunacaq? Gəlin tənasüb quraq. Süd turşusunun parçalanması deyil, yəni energetik mübadilənin deməli oksigenli parçalanmasından söhbət gedir. İndi baxaq, 2 vurulsun 90 qram süd turşusu parçalandıqda 36 mol ATF sintez olunur. 1080 qram parçalandıqda nə qədər ATF sintez olunar? Tənasibə əsasən mən tapacağam 216 cavab olacaq D variantı. 71-ci suala baxaq. Yağın tam parçalanması nəticəsində 550 qram su əmələ gəlib. Bu zaman təqribən nə qədər enerji ayrılar? 1 qram yağ parçalandıqda 1,1 qram su ayrılırsa, x qram parçalandıqda, yəni sual qram parçalandıqda 550 qram su ayrılar. Mən 550-ni 1,1-ə bölürəm. Cavabı tapıram 500. Sonra da enerjini soruşur məndən. Təzədən 500-ü vururam 38,9-a. Çünki 1 qram yağ parçalandıqda 38,9 kilojoule enerji yaranır. Cavabı da tapıram 19450 cavab olur Y variantı. 72-ci suala baxaq. Qaranlıq fazasında, fotosintezin qaranlıq fazasında 2 molekula qlikozanın sintezi üçün neçə hidrogen atomu lazımdır? Fotosintezin qaranlıq fazasının tənliyinə əsasən 24 hidrogen atomu reaksiyaya daxil olduqda deməli 1 mol qlikoza yaranır və deməli x hidrogen daxil olduqda 2 molekula qlikoza sintez olunacaq. X bərabərdir 48-ə. 2 vur 24, 48 cavab olur Y variantı. 48. 73-də isə deyir ki, yenə qaranlıq fazada 36 mol hidrogen atomu sərf olunubsa, bu zaman neçə mol qlikoza sintez olunmuşdur? Bunun üstündə yazaq. 24 hidrogen atomu sərf olunduqda 1 mol qlikoza sintez olunursa, 36 hidrogen sərf olunduqda x, 36 bölünsün 24 eləyir 1,5 cavab A variantı. 74-də baxaq. 1 molun transliyasiyası zamanı 1,8 kiloqram su ayrılan bir zəncirli zülal molekulunun maksimal uzunluğu nə qədərdir? Deməli, burada bir neçə mərhələ var. Əvvəlcə nə edərəm? Yox. Əvvəlcə bunu silək, qarışıq olmasın. 1,8 kiloqram suyu mən əvvəlcə deməli qrama çevirərəm və 18-ə bölərəm ki, suyun molunu tapım. Deməli 1,8 kiloqramı əvvəlcə vururam qrama, yəni 1 kiloqram 1000 qrama bərabər olduğu üçün və tapdığım cavabı da bölürəm 18-ə. Bərabər olur 100-ə. Deməli 100 mol su transliyasiya nəticəsində 100 mol su yaranıb. 100-ün üstünə 1 gəlirəm. Çünki ən çox 1 qədər su ayrılır transliyasiya zamanı. Deməli burada bilirəm ki, mən 101 deməli amin turşusundan təşkil olunmuş zülal yaranıb. Uzunluğu da dediyi üçün vururam 0,37-yə. Vurulsun 0,37. 101 vur 0,37. Cavab olur 37,37 və maksimal deyir, minimal desəydi 0,35-ə vurardım. Deməli 74-də cavab olur A variantı. 75-ə baxaq. Əgər əzələ ATF-in ADF-ə parçalanmasına 7,2 qram su işlədibsə, nə qədər enerji ayrılıb? 1 mol su, yəni 18 qram su işləndikdə
40 kilojoule enerji ayrılırsa, 7,2 qram su işləməndə nə qədər enerji ayrılar? Tapanda 7,2-ni vuracağım 40-a, böləcəm 18-ə. 7,2 vurulsun 40 bölünsün 18, cavab olur 16 A variantı. 1 mol ATF-in ADF-ə qədər parçalanması nəticəsində neçə qram orta fosfat turşusu alınır? 1 mol çevriləndə 1 ədəd orta fosfat turşusu alınır. Yəni bu elə bir ki, trifosfat deyil, difosfat olur da. Yəni bir dənəsi gedir. Birinin də deməli çəkisi 98 qramdır. 76-da olur B. 77-yə baxaq. Bitki 672 litr karbon qazından neçə qram karbohidrat sintez edə bilər? Bu fotosintezin tənliyi ilə əlaqəlidir. 6 vurulsun 22,4 litr deməli karbon qazı istifadə etdikdə 180 qram, yəni 1 mol glikoza yaranırsa, 672 litrdən sual işarəsi qədər karbohidrat sintez olunur. Həll edəndə 672-ni vuracağım 180-ə, böləcəm 6 vurulsun 22,4-ə, nisbətdən də tapacağım 900 qram. 78-ə baxaq. 90 qram glikoza tam parçalanmasından neçə kilojoule enerji ayrılar və neçə mol ATF sintez olunur? 180 qramdan, yəni 1 mol glikozanın parçalanmasından tam parçalanma deyir. 2800 kilojoule enerji ayrılır və 38 molda ATF sintez olunur. 90 qram deyir, yarısı qədər enerji, yarısı qədər də ATF yaranar. Yəni 1400 və 19 cavab olur. Burada da A variantı. 78-də A variantı. 79-a baxaq. Yayda bir həftə ərzində 1 kvadrat metr yarpaq sahəsində 98 qram üzüm maddə əmələ gəlmişdir. Günün orta uzunluğunu tapın deyir bizə. Burada bizə yarpaq sahəsinin, yəni S-i 1-ə bərabər verib. Üzüm maddəni isə, yəni M-i isə 98-ə bərabər verib. Mən buradan T-ni M-i S-ə bölməklə tapa bilirəm. Tapıram ki, 98 imiş T, yəni saat, 98 saat imiş. Bir həftə dediyi üçün və günün orta uzunluğunu soruşduğu üçün 98-i 7-yə bölməklə tapıram ki, 14 saat imiş bir günün uzunluğu. Cavab olur Y variantı. 80-ə baxaq. Glikoliz prosesi zamanı istilik şəklində yayılan enerjinin miqdarı 1200 kilojoule olmuşdur. Bu zaman neçə mol glikoza parçalanmış və nə qədər enerji ATF-in sintezinə sərf olunmuşdur. Bunu şifahi deyək. Baxın, glikolizdə nə qədər enerji istilik şəklində ayrılırdı? 120. İndi 10 dəfə artıq enerji sərf olunubsa istiliyə, deməli 1 mol yox, 10 mol glikoza parçalanıb. Normalda ATF-in sintezinə 80 kilojoule enerji sərf olunurdu. Ona vuracam yenə 800. Yəni 10 mol və 800 cavab olur B variantı. 81-ə baxacağıq indi. 4 mol ATF-in ADF-ə çevrilməsində neçə kilojoule enerji ayrılar və neçə mol orta fosfat turşusu əmələ gələr? 1 mol ATF ADF-ə çevrildikdə 40 kilojoule enerji ayrılır. Deməli 4 molundan da 4 vur 40 qədər 160 kilojoule enerji. 1 mol ATF 1 mol ADF-ə çevrildikdə 1 H2PO4 yaranırsa, 4 molda çevriləndə 4 ədəd yaranacaq. Yəni cavab olur D variantı. 82-yə baxaq. Bir ribosom 50 saniyə müddətində bir molekul zülal sintez edir. Ribosom mRNT üzərində 0,2 saniyədə bir triplet sürəti ilə hərəkət edirsə, bu zülal neçə amin turşusundan təşkil olunmuşdur? Yəni demək istəyir ki, 0,2 saniyədə bir triplet, yəni bir amin turşusu sintez olunur. Bir amin turşu. Və 50 saniyə müddətində nə qədər amin turşu sintez olunur? Bunu tapmaq üçün 50-ni bölürəm 0,2 olur 250 amin turşusu. Demək ki, bu zülal 250 amin turşusundan təşkil olunubmuş. 82-də cavab olur Y variantı. 83-ə baxaq. 150 amin turşusundan ibarət zülal haqqında məlumatı kodlaşdıran mRNT-nin amin turşularını kodlaşdıran hissəsinin kütləsi orta hesabla neçəyə bərabər olar? Bir amin turşusunda 3 nukleotidi var, elə deyil. Və deməli, bir nukleotiddə 300-dür kütləsi. 300-ü vururam 3-ə 900, yəni birinin kütləsi olur 900. 150-də vururam 900-ə, cavab eləyir 135.000, yəni A variantı.
83-də. 84-də isə yarpaqların səthinin sahəsini verib bizə S bərabərdir 1 kvadrat kilometr. Biz təbii ki, bunu metr kvadratına çevirəcəyik. 1 kilometr 1000 metrdirsə, 1 kvadrat kilometr də deməli, gəlin yazaq ki, sıfırları görəsiniz. 1 kvadrat kilometri metrə çevirirəm. Deməli, metr kvadrat olur. M bərabərdir S vur T-də də yazanda S-i T-yə vururam, yəni 1-i vururam, deməli 1 kvadrat metri 1 milyon metr kvadratı vururam 5-ə, eləyir 5 və sıfırları düzgün yazmağa diqqət edirəm. Aha, eləyir 5 milyon və mən bunu təzədən 1000-ə bölürəm. Bölünsün 1000. Bölünsün 1000-ə, çünki deməli kiloqrama çevirdim, qramı çevirdim kiloqrama, 3 dənə sıfırı buradan sildim, tapdım 5000 kiloqram. Kiloqramda təzədən görürəm ki, 5000 kiloqram yoxdur cavabda, təzədən tona çevirirəm, 1 ton 1000 kiloqramdır, çevirirəm, olur 5 ton. Burada əsas məsələ, yəni deməli ölçü vahidlərinə diqqət eləməkdir. Cavab olur C variantı. 85-ci suala baxaq. Qlikoliz zamanı 144 qram su əmələ gəlmişdir. Bu zaman yaranan ATF molekullarında neçə mol adenin nukleotidi olar? Glikoliz zamanı 2 mol su yaranır normalda, yəni 36 qram su yaranır. Bu zaman 2 molda ATF yaranır. 2 ATF, yəni adenin nukleotidinin sayı ATF-in sayı deməkdir. Bəs 144 qram su yarandıqda nə qədər deməli ATF yaranar? Cavab olur 8, yəni B variantı. 85-də cavab B variantı. 86-cı suala baxaq. Əgər hər bir amin törüsü yalnız bir nukleotidlə kodlaşdırılsa, ZOA molekulunun quruluşunda ən çox neçə cür amin törüsü iştirak edə bilər? Düsturla da yaza bilərik bunu. 4 vur, deməli, normalda 4 vur, normalda 3 yazmırdıq kodlaşdıranda. İndi 4 vur 1 ilə tapa bilərəm ki, elə 4 cürdə amin törüsü olacaq. Yəni nukleotidlərə uyğun olaraq cavab olacaq 4. Glikoliz prosesinə aiddir. Glikoliz, yəni glikozanın oksigensiz parçalanması. 1 mol glikoza, 2 mol ADF, 2 mol H3PO4 reaksiyaya girir. 2 mol süd turşusu, 2 mol ATF və 2 mol da su yaranır. Cavab olur B variantı. Oksigenli mərhələdə isə 2 mol süd turşusu 6 mol oksigendən 36 ADF, 36 H3PO4-lə reaksiyaya girir. 36 mol ATF, 6 mol karbon qazı, 42 mol da su yaranır. Həmçinin 2600 kilojoule da enerji yaranır. 89-a baxaq. Fotosintez və enerji mübadiləsinin oksigenli mərhələsi arasındakı oxşarlığı bildirən əsas əlamət mənim həmin an ağlıma həm fotosintez, həm enerji mübadiləsi dedikdə o membranlarının deməli potensiallar fərqi yadıma düşür. Baxın, fotosintezdə daxili membranın xaricində mənfi yüklü elektron, daxilində isə H müsbət olur. Oksigenli mərhələdə isə daxili membranın xaricində H müsbət olur, burada isə oksigen olur. Yəni hər ikisində potensiallar fərqi yaranır, potensiallar fərqi böhran səviyyəyə çatdırır və s. Deməli və bu hər ikisinə potensiallar fərqi yaratmaq üçün membran lazımdır. Doğru olmayan mülahizəni soruşur bizdən. Xlorofil molekulları qranları membranlarında yerləşir. Bəli, tilakoidlərin qranlarında. Fotosintez prosesində karbohidratların sintezi yalnız deyir qaranlıqda gedir. Xeyr, yalnız qaranlıqda getmir. Karbohidrat sintezi dedikdə deməli qaranlıq mərhələləri nəzərdə tutulurlar, amma qaranlıq mərhələ dedikdə biz deməliyik ki, qaranlıq adı qaranlıq olsa belə, yəni ona görə qaranlıq deyilir ki, onun getməsi üçün işıq olmasa da olar. Yəni işıqda da gedir, qaranlıqda da gedir. Ona görə yalnız qaranlıqda gedir, səhvdir. İşıqda da sintez oluna bilər. Cavab olur B variantı. 91-ə baxaq. Genetik kod haqqında düzgün olmayan mülahizəni göstərin. Genetik kodlar DNT molekulunda yerləşir, düzgündür. Genetik kod 3 nukleotiddən ibarətdir. Bəli, 3 dənə nukleotid bir genetik kodu, yəni bir tripletə əmələ gətirir. Bir genetik kodda bir triplet deməkdir, bir-birinə bərabərdir. Heç bir amin turşusu bir neçə tripletlə
kodlaşdırıla bilməz. Xeyr, bu yanlışdır. Elə amin turşusu var ki, bir neçə tripletlə kodlaşdırılır. Cavab olur D variantı. 92-yə baxaq. Amin turşularının bəzilərinin bir, bəzilərinin isə bir neçə genetik kodu, yəni tripleti olur. Baxın, indi dediyimiz budur. Yəni bir dənə də ola bilər. Məsələn, 6 dənə olan belə var. Deyir ki, məsələn, digərlərinə də baxaq. Genetik kod 3 tripletdən ibarətdir. Xeyr, genetik kod triplet deməkdir elə. Yəni bir tripletə bərabərdir. 3 nukleotiddən ibarətdir. Burada da deyir 4 nukleotid səhvdir, 3 nukleotiddir. Hər bir kod bir neçə amin turşusunun növünü müəyyən edir. Xeyr, məsələn, deyirəm A, S, G. Bu yalnız bir amin turşusuna bərabər ola bilər. Yəni həm bunu, həm onu A-da olsun, belə bir şey yoxdur. 93-cü suala baxaq. DNT zəncirinin müəyyən hissəsində triplet ardıcıllığı verilib və həmin hissədə sintez olunan mRNT-nin tripletlərinin ardıcıllığını soruşur bizdən. Deməli, adeninin qarşısında urasil olacaq, GS deyir, SG olacaq, timinlərin qarşısında adeninlər, burada SSG, burada GUS olur, cavab olur D variantı. 94-də baxaq. Enerji mübadiləsinin oksigenli mərhələsində mitoxondrinin daxili membranı deməli, oksigenli mərhələdə membranın membran potensiallar fərqi yaradır. Cavab olur D variantı. Potensiallar fərqi yaranır. Böhran səviyyəyə çatdıqda deməli ATF keçir və s. Yəni bu membran dedikdə birinci ağlımıza o potensiallar fərqi yaranmalıdır ki, daxili membranın xaricində H müsbət, daxilində oksigen mənfi, yəni əks yüklənən hissəcikləri ayırmaq dedikdə də bu nəzərdə tutulur. Eukaryot orqanizmlərdə nəqliyyat RNT-nin kod tripleti ola bilməz. Bizim stop kodlarımız hansı idi? UAG, hamısını yazmıram, UGA və UAA, UAG və UGA. Bunlar bizim stop kodlarımız idi. Demək, bunların komplementarı da nəqliyyat RNT-nin kod tripleti ola bilməz. Deməli, yəni, baxaq bura. A, U, S, məsələn, bunun komplementarı. UAA-nın komplementarı A, U olacaq. UGA-nın da komplementarı olacaq A, S, U. Cavab olacaq Y variantı. 96-cı suala baxaq. Ribonukleaza zülalını neçə nukleotid, neçə triplet kodlaşdırır və bu zülalın bir molekulunun transilyasiyası zamanı neçə molekul su əmələ gəlir? 124 amin turşusu varsa, hər birində 3 nukleotid var. 124 vurulsun 3, 372 nukleotid. Triplet sayı ilə amin turşusu sayından eyni olacaq, 124. Suyu soruşduqda isə amin turşusunun sayından 1 əksik olacaq. Yəni 372 nukleotid, 124 triplet, 123 su. Cavab olur D variantı. 97-yə baxaq. Züalda bizə DNT-ni verib NRNT-ni soruşanda sadəcə və sadəcə timinin yerində urasil yazırıq. Çünki DNT-yə komplementar mRNT-ni yazsaq, bunların komplementarları olacaq da, elə deyil. S-in qarşısında misalçı olacaq G. Buna uyğun NRNT-ni tapanda yenə G-nin qarşısında olacaq S. Mən elə hazır olduğu kimi saxlayaram. Sadəcə DNT ilə RNT-də timin urasil fərqi var axı. Timini silib yerində urasil yazaram. Olacaq SAU, deməli GGS olduğu kimi yenə UAU. Cavab olur B variantı. 98-ə baxaq. DNT-nin triplet ardıcılığını verib yenə RNT-ni soruşur. Timinin yerində yenə urasil yazacağam. SAU, GGU. Cavab olur Y variantı. 97B, 98Y, 99-u soruşur bizdən. Molekulyar kütləsini verib bizə. 1 molun transilyasiyası zamanı suyun kütləsini soruşur. Mənə M-i verib zülal. Mən əvvəlcə molla məndən soruşduğu üçün zülalı verilən kütləsini, yəni M-i 110-a bölərəm ki, 1 molunu tapın. Baxın. Suyun ayrılması dediyi üçün də 1 çıxaram. Çünki deməli ən çox bir qədər deməli su ayrılır. M böl 110 molunu tapdım, 1-i çıxdım. Tapdım suyun sayını, suyun molunu. Və məndən suyun kütləsini soruşduğu üçün də vurdum 18-ə, cavab olur Y variantı. 100-cü sualda isə insulin hormonunun və deməli biri 21, digəri 30 amin turşusu qalığından ibarət 2 polipeptid zəncirdən ibarətdir. Bu hormonun sintezi üçün neçə kodlaşdırıcı triplet lazımdır? Deməli bilirik ki, bu zülaldır. 21 üstəgəl 30 ümumilikdə 51 amin turşusu varsa, bizdən də tripletin sayını soruşursa, elə amin turşusunun sayı tripletin sayına bərabərdir. Yəni 21 üstəgəl 30, yəni 51 qədər triplet lazımdır. Cavab olur C variantı.
Bu qədər birdən 100-ə qədər olan hissəyə baxdıq. Növbəti hissəsini, həmçinin növbəti bölmələrin də izahını çəkib kanala yükləyəcəm. Bunun üçün kanala abunə olmağı, bildirişləri açmağı və təbii ki, videonu bəyənməyi unutmayın. Sağ olun, salamat qalın.